Salam, hər vaxtınız xeyir olsun. Bu videoda 10 dekabr 2025 tarixində 8-ci siniflər üçün keçirilmiş olan monitorinqdən düşən riyaziyyat suallarının izahını verəcəm. 31-ci sualda deyir ki, ABC düzbucaqlı üçbucağında S bucağı 90 dərəcə, A bucağı 30 dərəcə, BC 4 olarsa hipotenuzu tapın. BC-yə 4 veribdir. Düzbucaqlı üçbucaqda belə bir qayda var. 30 dərəcəlik bucaq qarşısında duran katet hipotenuzun yarısına bərabər olur. Hipotenuz burada AB-dir. Yəni, əgər 30 dərəcə bucaq qarşısında duran katet 4-dürsə, hipotenuz onun 2 misli olmalıdır. Yəni 8-ə bərabər olmalıdır. Doğru cavab E variantı. 32-ci sualda AB ardıcıl ədədlərdir və belə bir ifadə verib, deyir AB hasilini tapın. Ardıcıl ədədlər qarşılıqlı sadə ədədlər sayılırlar. Yəni qarşılıqlı sadə ədədlər olurlar. Qarşılıqlı sadə ədədlər nədir? Heç bir ortaq böləni, yəni birdən başqa ortaq böləni olmayan ədədlərdir. Bu ədədlərin əkobu onların hasilinə, əbobu isə 1-ə bərabər olur. Onda biz bunu 3 vurulsun əkob, yəni AB ədədinin əkobunun yerinə A vur B çıxılsın, 4 vurulsun, əbobunun yerinə isə 1 yaza bilərik. Çünki qarşılıqlı sadə ədədlərin əbobu 1-ə, əkobu onların hasilinə bərabərdir. 4 vur 1 bərabərdir 47-yə. Burada 4 keçir, işarəsini dəyişərək sağa keçir. Olur 3AB bərabərdir 47 üstə gəlinsin 4. Buradan da 3AB bərabərdir 47-nin üstünə 4 gələndə 51. A vur B də bərabərdir. 51-i 3-ə bölürük. 17 doğru cavab olur. E variantı. Bizdən də AB hasilini istəyir axı. Biz də onu tapmış olduq. 33-ə. Qonşu bucaqlardan biri o birindən 3 dəfə böyükdür. Qonşu bucaqlar, bax, bu şəkildə. Bundan bu. Qonşu bucaqlardır. Bax, bunlar qonşu bucaqlardır. Biri o birindən 3 dəfə böyükdür. Deyək ki, onda bu x-dırsa, bu olur 3x. Biz qonşu bucaqlar haqqında bilirik ki, qonşu bucaqların cəmi 180 dərəcə olur. Onda deməli, x ilə 3x-in cəmi 180-ə bərabər olmalıdır. X ilə 3x-i toplayanda 4x edir. 4x 180 olmalıdırsa, x də bərabərdir. 180-ı 4-ə bölürük, 45 dərəcə olur. Deməli, onda bu bucaq 45 dərəcədirsə, digər bucaq isə 3-ü 45-ə vuranda eləyir 135 dərəcə. Bizdən bunların fərqini istəyir. 135 dərəcədən 45 dərəcəni çıxırıq. Eləyir cavab 90 dərəcə. Doğru cavab B variantı. Baxaq növbəti səhifəyə. Deməli, 34-də şəkildə verilənlərə görə riyaziyyat və kimya kitablarının cəmi ümumi kitabların neçə faizidir? Gəlin baxaq. Riyaziyyat kitabları neçə dənədir? 100 dənə. Üstə gəl. Bəs kimya kitabları neçə dənədir? Baxıram ki, 80 dənə də kimya kitabı var. Deməli, riyaziyyatla kimya kitabı cəmi 180 dənədir. Bəs ümumi kitablar nə qədərdir? Axı, ümumi kitabların neçə faiz olduğunu soruşur. Ümumi kitablar isə bunların hər üçünü toplayıram və alıram ki, 300-ə bərabərdir. Deməli, onda riyaziyyat kitabları 180, 300-ün neçə faizdir deyəndə 180-ı 300-ə bölüb 100-ə vururuq. Bərabərdir. Sıfırlar bundan ixtisar gedir. 180-ı 3-ə bölürəm, olur 60 faizi. Deməli, doğru cavab A variantı. 35-də əkob 20 ilə 36-nı tapın deyir. Bunu sadə vurğulara ayırmaqla da tapa bilərsiniz. Ortaq vurğu mörtəzi xaricinə çıxartmaqla da tapmaq mümkündür. Deyək ki, sadə vurğulara ayırma ilə hesablayaq. 20-ni sadə vurğulara ayırıram. Ən kiçik sadə böləni 2. 10, 2, 5, 5, 1. Sonra 36-nı sadə vurğulara ayırıram. 2 dəfə 18, 2 dəfə 9, 3 dəfə, 3 dəfə, 3 dəfə, 1 dəfə. Deməli, böyüyünü götürürəm. Böyüyümüz 36-dır. 36-nın içində olmayanları digərindən ona vuracam. Bax, 2 dənə 2 var. Bax, bu 2 dənə 2, 36-nın onsuz da içində var. Amma bir dənə 5 yoxdur. Ona görə də 36-nı bir dənə 5-ə vururam və cavab edir 180 dərəcə. Doğru cavab A variantı. Növbəti 36-da katetləri 8 və 15 cm olan düzbucaqlı üçbucağın hipotenuza çəkilən medianın uzunluğunu tapın. Düzbucaqlı üçbucaqdır. Katetləri 8 və 15-dir. Biz Pifaqor teoreminə görə əvvəlcə bu üçbucağın hipotenuzunu tapmalıyıq. Pifaqor teoremi necədir? Katetlərin kvadratları cəmi hipotenuzun kvadratına bərabər olmalıdır. Ona deməli x kvadratı bərabərdir 8-in kvadratı üstə gəl 15-in kvadratı. 8-in kvadratı 64, 15-in kvadratı 225. 64 ilə 225 toplayanda 289.
X kvadratı 289-dursa, deməli x neçədir? 17-dir. Çünki 17-nin kvadratı 289 eləyir də. Deməli, hipotenuzumuz 17-dir. Bizdən hipotenuza çəkilən medianı istəyir. Düz bucaq təpəsindən hipotenuza çəkilən median hipotenuzu yarı bölür və özü də həmin yarısına, yəni hipotenuzun yarısına bərabər olur. 17-nin yarısı eləyir 8,5. Yəni 8,5 8,5 bölür və özünün də uzunluğu elə 8,5-ə bərabər olur. Bu düzbucaqlı şucanın düz bucaq təpəsindən çəkilən medianın xassəsidir ki, hipotenuzu yarı bölür və özü də həmin median hipotenuzun yarısına bərabər olur. Doğru cavab 8,5 B variantı. 37-dən alfa 120 dərəcədir, beta 130 dərəcədir. X bucağının qiymətini bizdən soruşur. Deməli, bunun düsturla yolunu desək, x bucağını tapmaq üçün alfa ilə betanı toplayıb 180-i buradan çıxmalıyıq. Alfa ilə betanın cəmi 120 üstəgəl 130, 250, çıxıram 180, qalır 70. Doğru cavab A bəndi. Bu düsturla yoludur. Düstursuz tapmaq istəyirsinizsə, əgər, bax bunun uzantısını çəkib, bunun da uzantısını belə çəksəz, bu beta olanda, bu da betadır təbii ki. Bu da betadır. Çünki uyğun bucaqlardır. Uyğun bucaqlar olduğuna görə beta olanda bu da beta olur. İndi 120 dərəcə budursa, bu 120 dərəcədə bunun qonşu bucağı, bu daxili bucaqdır. Üçbucağın daxili bucağıdır. Qonşu bucaqların cəmi 180 olur axı. 180-dən 120 çıxanda bu olur 60. Bu beta 130-dursa, onun qonşu bucağı 180-dən 30 çıxıram, eləyir 50. Eləyir 50. Düzdürmü? Üçbucağın daxili, bu da üçbucaq. Bax, hansı üçbucaqdan söhbət gedir? Burada göstərin. Bax, bu üçbucaqdan söhbət gedir. Bir daxili bucağı 50, bir daxili bucağı 60. Biz də bilirik ki, üçbucağın daxili bucaqlarının cəmi 180 olmalıdır. 50 ilə 60-ı toplayıram 110. 180-dən də 110 çıxıram və tapıram ki, x bucağı deməli 70-dir. Həm düsturla, həm də düstursuz necə həll olunacağını dedik. Baxaq 38-ə. Zavod ildə 200 detal buraxır. Əmək məhsuldarlığı 15% artarsa, zavod ildə neçə detal buraxar? İldə 200 detal buraxırsa, əmək məhsuldarlığı 15% artdı. Artmaq demək, yəni neçəsə faiz artırsa, 100-ün üzərinə gəlirsiniz. 15-i, məsələn, 15% artdı da, 100-ün üstünə 15 gəlirsiniz və 200-ün 115%-ni tapmış olursunuz. Bu da sizin cavabınız olacaq. Azalmaq deyəndə, məsələn, 15% azalmaq desəydi, 100-dən 15 çıxarsaydınız və 85%-ni tapmalıydınız. İndi burada sıfırlar ixtisar gedir. 115-i 2-yə vuranda eləyir 230. Deməli, zavod ildə 230 detal artıq buraxmalıdır. Doğru cavab A variantı. Hesablayın. Burada dövrə onluq kəsirlər verilir. Bunları elə çevirək kəsirə. 0,4-də 7, 9-da 7 deməkdir. Yəni, məxrəcdə dövrdəki rəqəmlərin sayı qədər 9, sürətdə də dövrdəki rəqəmi yazırıq. Üstə gəl. Burada da məxrəcə dövrdəki rəqəmlərin sayı qədər 9, bir dənə rəqəm var da. Sürətdə də dövrdəki rəqəmi, yəni 6-nı yazıram. Burada da məxrəcə dövrdəki rəqəmlərin sayı qədər 9, sürətdə də dövrdəki rəqəmi 5-i yazıram. Və kəsirləri toplayıram. Ortaq məxrəcə ilə 9-dur, hamısı 9 olduğuna görə. Sürətdə də 7, 6 və 5-i toplayıram. O da eləyir 18. 18 ilə 9-a böləndə cavab 2. Doğru cavab C variantı. Sonra İşarə təyin eləməliyik. C, D, M-in işarəsini. Bunu əvvəlcə təyin eləyə biləcəyimiz yerdən başlayırıq təyin eləməyə. Hardan başlayıram? Bax, bu ikincidən. Niyə ikincidən başlayıram? Çünki burada kvadrat var. Və C istəyir mənfədə də olsun, istəyir müsbətə də olsun. Kvadratı onsuz da müsbət eləyəcək. Və bu hasilin müsbət eləməsi üçün D mütləq nə olmalıdır? Müsbət. Artıq D-nin işarəsini təyin elədik ki, D müsbətdir. D müsbətdirsə, gəlirəm birinciyə. D müsbətdir. Cavabımın mənfi eləməsi üçün C nə olmalıdır? Mənfi. C deməli nədir? Mənfi. Bir dənə də qaldı M-i təyin eləmək. C burada mənfidirsə, cavabımın müsbət olması üçün mənfini mənfiyə vuranda müsbət eləyir də, onda M də mənfi olmalıdır. Deməli, cavabımız mənfi, müsbət, mənfi, doğru cavab C variantı. Baxaq növbəti suala.
60 ədədinin sadə bölənlərinin cəmini tapın. Gəlin 60 ədədini sadə vuruqlara ayıraq. Ən kiçik sadə vuruğu 2, 30, 2, 15, 3, 5, 5 və 1. Burada deməli diqqətli olmalısınız ki, bizdən nə istəyir? Sadə bölənləri istəyir. Yəni burada sadə vuruq istəmir. Yəni bunların hamısını toplamayın. Sadə bölən müxtəlif sadə vuruqlardır. Müxtəlif sadə vuruq 2, 3 və 5. Və biz bunları toplamalıyıq. 2, 3, 5. Cavab edəcək 10. Doğru cavab C variantı. 42-də n A fərqlidir B, n B-nin A-dan fərqini tapın. Deməli bu nədir? N elementlərin sayı deməkdir. A-nın B-dən fərqli elementlərinin sayı. A-nın B-dən hansı fərqli elementləri var? Bu nə deməkdir? A-da olub B-də olmayan elementlər. Gəlin baxaq. Bu B-də də var. Bu B-də də var, bu B-də də var. A-nın B-dən fərqli bir A var, bir də C. Deməli neçə dənə elementi var fərqli? 2 dənə. Yəni A-nın B-dən fərqli 2 dənə elementi var. Bu cavabı 2. Üstə gəl. Keçək indi B-nin A-dan fərqli elementlərin sayını tapmağa. B-nin A-dan fərqli elementləri deyəndə isə B-də olub A-da olmayan elementləri axtaracağam. Bu burada da var, bu burada da var, bu burada da var. B-də olub A-da olmayan isə 2 dənə element var. F və K. Deməli bunun da cavabı 2-dir. 2-nin də üstünə 2 gələndə cavab edir 4. A variantı. Baxaq növbəti suala. 43-ə. Şəkildə verilənlərə görə n bucağını tapın. Bu şəklə baxsaz, görərsiniz ki, uyğun tərəfləri paralel olan müxtəlif adlı bucaqlardır bunlar. Bax, bu tərəfə paraleldir. Bu tərəfə paraleldir. Və müxtəlif adlı nə deməkdir? Biri iti bucaqdır, biri kör bucaq. İndi uyğun tərəfləri paralel olan müxtəlif adlı bucaqlar üçün biz bilirik ki, uyğun tərəfləri paralel olan müxtəlif adlı bucaqların cəmi mütləq 180 dərəcə olmalıdır. Onda bunu 130 veribsə, bu da deməli mütləq 50 olmalıdır ki, bunların cəmi 180 dərəcəsidir. Doğru cavab B variantı. Sonra 44-də A ilə B deyir natural ədəddir və bu hasil 11-ə bərabərdir. Əgər A ilə B natural ədəddirsə, bunların deməli fərqi də, cəmi də bunları natural ədəd eləməlidirlər. Hansı iki natural ədədin hasili 11-dir? Təbii ki, 1 və 11-in. Deməli, A açıq 4 1-ə bərabər olmalıdır. B üstə gəl 5 də 11-ə bərabər olmalıdır. Buradan A-nı tapıram. 1-in üstünə 4 gəldirəm 5. Buradan B-ni tapıram. 11-dən 5-i çıxıram 6. Belə, A-mız 5-dir, B-miz 6-dır. Cəmini istəyir. A üstə gəl B-ni. 5 üstə gəl 6, cavab edəcək 11. Doğru cavab A variantı. 45-də mənfi 15 ədədindən 11 vaid məsafədə yerləşən ədədlərin hasili. Bu ədədləri tapmaq üçün bir dəfə mənfi 15-in üstünə 11 gəlirəm və mənfi 15-dən sağda yerləşən 11 vaid məsafədə sağda yerləşən ədədi tapıram, eləyir mənfi 4. Bir dəfə də mənfi 15-dən 11-i çıxıram və bu da eləyir mənfi 26. Deməli, mənfi 15-dən 11 vaid solda yerləşən ədəd də mənfi 26-dır. Bunları bir-birinə vururam. Mənfi 4-ü mənfi 26-ya vururam, o da eləyir 104. Doğru cavab 104 E variantı. 46-da düz xətt üzərində 6 nöqtə qeyd olunub, alınan şüaların və parçaların saylarının cəmini tapın. Düz xətt üzərində n sayda nöqtə qeyd olunduqda, bax bu düz xətt, deyək ki, üzərində məsələn n sayda, bizdə 6 dənə nöqtə deyir də, məsələn 6 dənə nöqtə qeyd olunubdur. Burada əmələ gələn parçaların sayı düsturu n-1/2 ilə tapılır. Şüaların sayı isə 2n düsturu ilə hesablanır. 6 dənə nöqtə varsa, gətirib burada n-in yerinə 6 qoyuram və ixtisar edirəm 3, eləyir 15 və burada da n-in yerinə 6 qoyuram, 12. Deməli, bir düz xəttin üzərində əgər 6 dənə nöqtə varsa, orada 15 dənə parça, 12 dənə də şüa yaranır. Bunların cəmini istəyir. 15 üstə gəl 12, doğru cavab olacaq 27. Bax, bu misalın cavabı 27-dir. Növbəti 47-də şəkildə verilənlərə görə verilmiş üçbucaqda BD hündürlüyünü tapın. Düzbucaq təpəsindən, düzbucaqlı üçbucaqda düzbucaq təpəsindən çəkilən hündürlüyün kvadratı onun hipotenuzdan ayırdığı parçaların hasilinə bərabər olur. 8 ilə 2 ayırıb da 8 vur 2. Bu da eləyir 16. H da olur nə? 4. Məsələn, BD hündürlüyümüz deməli 4-dür. 48-də 30% 60 olan ədədin 20%-nə tapın. Faizinə görə ədəd tapıram. Yəni 30% 60 olan ədədi tapmaq üçün 60-ı 100-ə vurub 30-a bölmək lazımdır.
30-dan 60 ixtisar gedir 2. 2-ni də 100-ə vuranda 200. Deməli 200-ün 20%-ni tapmalıyam. 200-ü 20-yə vurub 100-ə bölürəm. Sıfırlar ixtisar gedir. 2-ni də 20-yə vuranda 40. Vəssalam. Doğru cavab olur 40. 49-da uyğun tərəfləri perpendikulyar olan bucaqlar 8/7 nisbətində bölünür. Bu bucaqların fərqini tapın. Bu misal buradakı misalla oxşardır. Bax, neçə nömrədir? 43 nömrə ilə. Bax, bu misalla əslində bunların qaydaları eynidir. Bu uyğun tərəfləri paralel olan bucaqlardır. Uyğun tərəfləri perpendikulyar olan bucaqlar da bu cürdür. Uyğun tərəfləri perpendikulyar olan bucaqlar əgər eyni adlıdırsa, yəni hər ikisi iti bucaqdırsa bir-birinə bərabər, yox əgər müxtəlif adlıdırsa, yəni biri iti, biri çordursa, məsələn, bunların cəmi 180 olmalıdır. Burada nisbət fərqi var. Təbii ki, burada bərabərlikdən söhbət gedə bilməz. Deməli, onda bu bucaqlardan biri 8x-dır, o birisi 7x-dırsa və müxtəlif adlı olduqlarına görə bunların cəmi nəyə bərabər olmalıdır? 180-a. 15x bərabərdir 180-a, x də bərabərdir 12 dərəcəyə. Deməli, tapdıq ki, x-ımız, yəni mütənasiblik əmsalımız 12-dir. Bizə deyir, bunların fərqini tap. Əslində bucaqların özünü də tapıb fərqini tapa bilərsiniz. Yəni 8-i 12-yə vurub, 7-ni 12-yə vurub, axı biri 8x, biri 7x idi. Sonra aldığım cavabları çıxada bilərsiniz. Bu eləyir 96, bu eləyir 84, çıxırsınız 12. Və yaxud da bucağımızın biri 8x idi, biri 7x idi. Elə qabaqcadan 8x ilə 7x-i çıxın x. Biz də x-i tapmışdıqdan 12. Elə cavabımız 12 eləyəcək. Doğru cavabımız 49-dan 12-dir. Baxaq növbəti suala. Növbəti sualımız 50-də. Tənasübün orta ədlərinin hasili 36, kənar ədlərindən biri isə 8 olarsa, o biri kənar ədini tapın. Tənasübün əsas xassəsini burada bilmək lazımdır. Tənasübün orta ədlərinin hasili kənar ədlərin hasilinə bərabərdir. Gəlin burada göstərim. A bölü B bərabərdir C bölü D olanda kənar ədlər budur. A ilə D-nin hasili orta ədləri, yəni B ilə C-nin hasilinə bərabərdir. Kənar ədlərin hasili. Kənar ədlər 36-dır. 36 bərabərdir orta ədlərin hasilinə. Orta ədlərdən biri 8-dir. Yəni B deyək ki 8-dir. Digərini tapıram. Yəni C-ni tapacağam. 36-nı bölürəm 8-ə. O da eləyir 4/5. Deməli, digər kənar həddimiz olacaq 4/5. Belə. Sonra baxaq növbəti 51-ə. Bərabər yanlış bucağın oturacağı bitişik bucaqlarının hər biri 80 dərəcə olarsa təpə bucağını tapın. Deməli, bir dənə bərabər yanlış bucaq çəkək. Bərabər yanlış bucaq. Əgər bu yan tərəflər bir-birinə bərabərdirsə, bərabər yanlış bucağın oturacağı bitişik bucaqları da bir-birinə bərabər olacaq. Əgər bu 80 dərəcə veribsə, buna da yazıram 80, buna da yazıram 80. Və təpə bucağını tapmalıyam. Bu da təpə bucağıdır. Oturacağı bitişik bucaqları toplayıram. Və bilirəm axı üçbucağın daxili bucaqlarının cəmi 180-dır. X-i tapmaq üçün, yəni təpə bucağını tapmaq üçün 180-dan çıxıram 160-ı. Və tapıram ki, təpə bucağım 20 dərəcədir. Doğru cavabımız olur 20 dərəcə. 52-dən X-i tapın. Tənasübün kənar ədlərinin hasili bayaq dedik. Tənasübün əsas xassəsi orta ədlərin hasilinə bərabərdir. Deməli 2x-i vururam 8-ə, o da bərabərdir 5 vurulsun 6-da 5-ə. Buradan 2x-i 8-ə vuranda 16x eləyir. 5-i 6-da 5-ə vuranda 5-də 25. 6-da 25 eləyir. Və x-i də tapmaq üçün 6-da 25-i bölürəm 16-ya. 16-ya bölmək demək 6-da 25-i 16-da 1-ə vurmaq deməkdir, yəni tərsinə. 16-nı 6-ya vuranda 96-da 25. Doğru cavabımız olur 96-da 25. Belə. Sonra 53-ə baxaq. 53-də ifadənin qiymətini tapın. Görürsünüz, modulda ifadələr veribdir. Bu moduldan çıxartmaq üçün biz bu ifadələrinin, modulun daxilindəki ifadənin müsbət yoxsa mənfi olduğuna baxmalıyıq. Müsbətdirsə moduldan ədəd olduğu kimi, mənfidirsə onun əksini çıxardırıq. X 3 ilə 11 arasında hər hansı bir ədəddir. 4, 5, 6, 7, 8, 9, 10. Yəni bunlardan biri ola bilər. İstədiyinizi qoyub yoxlaya bilərsiniz. Məsələn 4 qoyaq. X-in yerinə 4 qoyacağam. Bax, təsəvvür edin ki, burada X-in yerinə 4 qoyuram. 4-dən 3 çıxanda müsbət eləyir də, düzdürmü? Deməli, onda birinci modulun içərisi müsbət ədəddir. Onda olduğu kimi çıxacaq modulda.
İkincidə x-in yerinə 4 qoyaq. 11-dən 4 çıxanda yenə müsbətdir. Deməli, ikinci modulda müsbət olduğuna görə moduldan olduğu kimi çıxacaq. Amma üçüncüdə x-in yerinə 4 qoysaq, görərsiniz ki, 3-dən 4 çıxanda -1 eləyir. Yəni modulun daxili mənfi oldu. Modulun daxili mənfi olanda onun müsbət olması üçün biz ya qarşıya mənfi atıb çıxardırsınız, ya da elə yerini dəyişib çıxardırsınız. Eyni şeydir. Görürsünüz? Burada 3 çıx x yazılmışdı. Mən o müsbət olsun deyə yerlərini dəyişib çıxartdım. X çıxıcı olaraq moduldan çıxartmış olduq. X-lar getdi. -3 plus 11 eləyir 8. 8 çıx 3 eləyir 5. Üstə gəl x. Doğru cavabımız olur x plus 5. Baxaq 54-dən. A birləşir B-ni tapın. Deməli, gəlin baxaq. A-nın elementlərinin sayı 8 dənə, B-nin elementlərinin sayı 16 dənə, A-nın B-dən 3 dənə fərqli elementi var. Deməli, burada bu A-dır, bu B-dir. A-nın B-dən 3 dənə fərqli elementi varsa, deməli, o 3 dənə element buradadır. Bu hissədə biz A-nın B-dən fərqli elementlərini, bu hissədə B-nin A-dan fərqli elementlərini, ortada isə onların kəsişməsini yazırıq həmişə. Deməli, A-nın B-dən 3 dənə fərqli elementi var və A-nın 8 dənə elementi varsa, deməli, onun 5 dənəsi B-ilə kəsişir. Çünki bu ikisinin cəmi 8 eləməlidir. A-nın 8 dənə elementi var axı. Sonra bu kəsişmədə 5 dənə element varsa, B-nin də 16 dənə elementi varsa, 16-dan bu 5-i çıxıram. Deməli, 11 dənə də B-nin A-dan fərqli elementi var. Birləşmənin elementinin sayını tapmaq üçün elə bu üçünü toplamalıyam. Eləyir 19. Deməli, A ilə B-nin birləşməsinin 19 dənə elementi var. Birləşmə yəni hamısı deməkdir. Bax, buraların hamısını, bütün elementlərini götürür. Cavab 19. 55-də ABC ədədlərinin ədədi ortası 12-dir. Ədədi orta necə tapılır? Bu ədədləri toplayıb sayına bölməklə 3 dənə ədəd var da, deməli bu 12-dir. Onu belə çıxır ki, A üstə gəl, B üstə gəl, C cəmini tapmaq üçün 12-ni 3-ə vurmalıyam. Eləyir 36. Bunu tapdım. Sonra D ilə E-nin ədəd ortası 8-dir. Ədəd orta necə tapılır? D üstə gəl E-ni bölürəm 2-yə, bərabərdir 8. Buradan D ilə E-ni toplayaq. 8-i 2-yə vururam, eləyir 16. Deməli, D ilə E-nin də cəmi 16-dır. Və bizə bunların hamısının ədəd ortasını istəyir. Yəni, A üstə gəl, B üstə gəl, C üstə gəl, D üstə gəl, E-nin ədəd ortası. 5 dənə element oldu mu? Bölürəm 5-ə. İndi baxın, mən bu üçünün cəmini tapmışdım. 36. Gətirib yazıram yerində. D ilə E-nin cəmini də tapmışam. 16. Gətirib qoyuram yerdə və 5-ə bölürəm. 16-nın üstünə 36 gələndə eləyir 52, bölürəm 5-ə. Bu da eləyir 10,4. Doğru cavabımız olur 10,4. Belə, bugünkü monitoringdə düşən riyaziyyat suallarının izahlarını paylaşdım. Bu videomuzda bu qədər. Sağ olun.